qaldırmırsa, deməli sən bu kitabı oxuya bilməyəcəksən. Əgər sənin psixologiyan buna uyğundursa, sən bunu oxuya bilərsən. Sənin ürəyin buna dözə biləcək vəziyyətdədirsə, sən bu kitabları oxuya bilərsən. Bunlar hansı kitablardır? Karantina, Harry Potter və digər kitabların hamısı İmtahan dövründə sən qətiyyən bədii kitabı oxumalısan. Xeyr, bu cümlə səhvdir. Sən Azərbaycan dilinə imtahan verdiyin zaman rus və türk sözlərindən istifadə edərsən. Qaroxu, noxud sözünün qarox ifadə edərsən. Markovkanı, Markovka sözü, birinci kimi rus sözüdür. Bizdə olan hansıdır? Kök. Biz bunları əgər kitablarda oxumaq bunları bilmərik. Gedirlər Yurçka. Yurçka biri var Burçka, bir də var Açarçka. Bunların hamısı rus dilindədir. Bizdə cəftə gələn. Bunların hamısı kitablarda yazılır. Amma oxumalıdır bu kitabları. Biz oxuduqca hamı oxumalıdır. Necə ki, bizdə də babalarımızdan kitabları. Əşi bu kitab köhnə kitab. Pulla geçsin. Burada da qorxudun kitabı. Neçə illərdir ki var. Ama görünüz baxır, Koroğlu dastanı, cinayət cəzaları. Bunların hamısı neçə illər əvvəl yazılsa da hələ də görünür. Hələ də o satışına davam edir. Üç alma, altın kitab evi və digər kitab evləri həmin kitabları özlərinə uyğun olaraq yenidən yazdırırlar. Yazdırırlar dediyim zaman elə deməyin ki, yəni hekayəni sökürlər, təzən ay belə ayır. Yox. Sadəcə onu yeniləşdirirlər. Eynisini kopyalarlar. Bu şəkildə deyil. Başqa dədə-babalarımızdan qalan kitablara toxunsaq, bizim təbii ki, başımız atılır, kitabı yadımıza düşür. Aha, indi bizim deyirlər, sən hələ uşaqsan, oxumaq kitabı. Xeyr, sən kitabı oxumaq istədiyin uşaqlar, məsələn, 2 yaşından başlayıb sökməyə hədlər. Məsələn, bizim uşaqlar, necə deyim, 7 yaşından bir sınıfa başladım, mən 6 yaşından başlamışım, amma mən dərs oxumağa artıq 4 yaşından artıq mən dərslər, kitablar və s. və ilaxı artıq mən bunlarla məşğul oldum. Mən 1-ci sinifin proqramını 4-cü sinifdə keçmişəm. 2-ci sinifin proqramını 1-ci sinifi bitirdiyim zaman keçmişəm. Hələlik bu qədər. Əgər başqa bir sualınız olursa, yorumu sizlər.